Paytaxtımızda Vətən müharibəsində qazanılan qələbənin 5-ci ildönümünə həsr olunan parad keçiriləcək. Parad noyabr ayının 8-də Azadlıq meydanında təşkil olunacaq. Artıq parada hazırlıq işlərinə başlanılıb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Zəfər gününün 5-ci ildönümü münasibəti ilə keçiriləcək parada hazırlıqla bağlı Azərbaycan Silahlı Qüvvələrinin, o cümlədən Azərbaycan ordusunun bölmələri ilə məşqlər keçirilir. Hazırlıq məşqləri zamanı Bakı şəhəri və ətraf ərazilərdə aviasiya vasitələrinin uçuşları, avtomobil və döyüş texnikalarının, həmçinin gəmilərin müəyyən edilən marşrutlar üzrə hərəkəti və yerdəyişməsi icra olunur. Paradın keçirilməyi həm Azərbaycan Silahlı Qüvvələrinin dünyaya bir daha göstərişi olacaq. Bizim Silahlı Qüvvələrimizin gücünü, onun xüsusi təyinatlı mənsublarının bilik və bacarığını, Azərbaycan ordusunda, Silahlı Qüvvələrində hansı texnikalar, silah-sursatlar varsa, müəyyən bir hissəsi həmin paradda nümayiş olunacaq. Ümumiyyətlə, bütün dünyada paradın keçirilməsi həm də həmin ölkənin güc nümayişidir. Ermənistana nümayiş etdirəcək, bir daha onu nümayiş etdirəcək ki, bizim əskərlər, Ali Baş Komandanımız, Müzəffər Ordumuz yenə də öz yerindədir və 2025-ci ildə daha güclənmiş bir ordu var. Dəmir yumruq əbəs yerə deyilmir. Və təbii ki, bu dəmir yumruq cəm olanda daha güclü olur. Paradda yeni texnikalar, yeni silahlarımız və yeni arsenalımıza daxil olan hərbi təyinatlı məmulatlarımız göstəriləcək və nümayiş etdiriləcəkdir.